Heh, salam. Masallı İmtahan Mərkəzinin 7-ci sinif şagirdləri üçün hazırladığı sınavın izahını verəcəm. Deməli, 21-ci suala baxırıq. Sıfır tam dövrdə 27 saf dövrə onun kəsirini adi kəsirə çevirin. Deməli, dövrədən rəqəmin sayı qədər məxrəcə 9 əlavə edirik. Sürətdə isə dövrədən rəqəmlər qrupunu yazırıq. Hər ikisindən 9-a ixtisar aparsaq, 99-da 11 qalır, 27-də isə 3 qalır. Yəni cavabımız olur 11-də 3. Birinci cavabı A variantı. Yəni 21-ci cavabı. 22-ci suala baxırıq. Mənfi 6,8 və 3,88 ədədləri arasında neçə tam ədəd yerləşir? Deməli, mənfi 6,8-dən sağa doğru, yəni müsbətə doğru gediriksə, mənfi 6-ya, mənfi 5-ə, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2 və 3-ün özü də. Neçə tam ədəd deyirsə sayılır uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə tam ədəd yerləşir. Doğru cavab variantı A variantı 10 dənə. Növbətiyə baxaq. 23-cü suala baxaq uşaqlar. Görə 23-də nə deyir bizə? 23-cü sual. Mənfi 798 tam ulduz, yəni onda ulduz sayaq da oxuyaq. Mənfi 798 tam onda 5. Yəni ulduz işarəsinin hansı qiymətində? Bu bərabərsizlik doğrudur. Uşaqlar, bunların tamları eynidir. Atırıq. Onda belə deyək ki, uşaqlar, mənfi ulduz böyükdür mənfi 5-dən. Mənfilərdə də uşaqlar sıfıra yaxın olan böyükdür. Onda mənfi 5-dən böyüklər hansılar olacaqdır? Mənfi 4, yəni 4 rəqəmdən söhbət edirsə 4, 3, 2, 1 və 0. Yəni cavab olacaq 0, 1, 2, 3, 4. Doğru cavab variantı B variantı olacaqdır. Növbətiyə baxaq. 24-cü suala baxaq. Görə 24-də nə deyir bizə? 24. A bərabərdir 2,1, B bərabərdir mənfi 2,4, C bərabərdir 3,5 olduqda 2A üzərinə gəl 3B çıxılsın C ifadəsinin qiymətini hesablayın. Bərabərdir. Demək uşaqlar 2 vurulsun. A-nın qiyməti 2,1-dir. Fikir verin. A-nın yerinə 2,1. B-nin yerinə isə mənfi 2,4 qoyuruq. Üstə gəl 3 vurulsun. B-nin yerinə mənfi 2,4 yazırıq. Bağladıq mötərizəni çıxılsın. C-nin yerinə 3,5 bərabərdir. Deməli, birinci əməldə uşaqlar 2,1. Gəlin hələ ki yazaq ki 2 vurulsun 2,1. Burada müsbəti mənfiyə vuranda eləyir mənfi. 3 vurulsun 2,4 çıxılsın 3,5. Deməli, birinci əməldə dəqiqə görək kimdir yazır. Hə. Birinci əməldə 2,1-i vururuq 2-yə. 2 1-in 2, 2 2-in 4. 4,2. İkinci əməldə 2,4-ü vururuq 3-ə. 3 4 12 1 yadda, 3-ün 6 da 1 7. Bu da 7,2. Yəni 2-ni 2,1-ə vuranda 4,2, 3-ü 2,4-ə vuranda 7,2. Yəni bərabərdir 4,2 çıxılsın 7,2 çıxılsın 3,5. 4,2-dən uşaqlar 7,2 çıxanda mənfi alınır. Yəni modulca müxtəlif işarələr çıxılır, modulca böyük olanın işarəsi qalır. Çıxılsın 4,2. 0 7-dən 4 3. 3 tam. Yəni bərabərdir. Mötərizənin cavabı elədir mənfi 3. Çıxılsın 3,5. Bunlar da uşaqlar eyni işarələrdir. Eyni işarələr toplandır. İşarəsini saxlayır. 3-ün üzərinə 3,5 gələndə eləyir 6,5. Yəni cavab mənfi 6,5. C variantı. Növbətiyə baxaq. Iyirmi beşinci suala baxırıq. 25. Koordinat düz xətti üzərində hansı ədədlər 4 ədədindən 7 vahid məsafədədir? Deməli uşaqlar, bax 4 ədədindən 7 vahid məsafədə olan ədədlərə baxırıq. 4-ü qeyd edeyim. 4 ədədindən 7 vahid məsafə, 7 vahid sağa getsək əgər 7 artır, 4 üstə 7, 11 olacaqdır birinci ədədimiz.
7 vahid sola geçsək, 7 çıxmalıyıq. 4-dən də 7 çıxanda mənfi 3 olacaq ikinci ədədimiz. Yəni cavabımız olacaq mənfi 3 və 11. Mənfi 3 və 11 doğru cavab B variantı 25-də. 26-cı suala baxaq. Yirmi altıncı sual. Deyir, mənfi 18-dən 17-yə qədər 17-də daxil olmaqla bütün tam ədədlərin cəmidir. Demək olar, mənfi 18, mənfi 17, mənfi 16 və s. və ilə axır, və s. və ilə axır, üzərinə gəl 16, üzərinə gəl 17, bunların cəmi. Uşaqlar, mənfi 17-dən müsbət 17-yə qədər əks ədədlərdir, cəmi 0-a bərabərdir. Yerdə də qalır bizim cavabımız mənfi 18, doğru cavab B variantı olacaq 26-da. Növbətiyə baxaq, 27-ci suala baxaq, şöyle 27 nə deyir bizə? sual. Deyir, A mənfi 7,3 və B mənfi 2 nöqtələr arasındakı məsafədir. Uşaqlar, 2 nöqtə arasındakı məsafə əgər hər ikisi mənfidirsə, bunların modullarını çıxırıq. Modulda mənfi 7,3 çıxılsın, modulda mənfi 2 bərabərdir. Mənfi 7,3-ün modulu müsbət 7,3, mənfi 2-nin modulu müsbət edir, müsbəti də qarşıdakı mənfiyə vuranda mənfi 2 edir. 7,3-dən də 2 çıxanda qalır 5,3. Doğru cavab variantı 27-də A variantı. 28-ci suala baxırıq. 28-də deyir ki, 38 vurulsun, 3,5 bölünsün, 2-də 19. Hesablayın. Bərabərdir. Burada uşaqlar 38-in məxrəcinə 1 atırıq, vurulsun. Bax, 3,5-i kənarda düzgün olmayan kəsirə çevirirəm. 10-da, 13-ün 30 üzərinə 5 gələndə 35. Vurulsun 10-da 35. Bölünsün 2-də 19, vurulsun 19-da 2 deməkdir. Burada 19 ilə 38, promo 19-a getdi, 2 qaldı. 2 ilə 10, 2-yə getdi, 5 qaldı. 5 ilə 35 getdi, 7 qaldı. Məxrəcdə bir şey qalmadı. Sürətdə 2 ilə 7 qaldı. Doğru cavab oldu 14, yəni 28-in cavabı C variantı. Keçdi növbətiyə. Yirmi doqquzuncu suala baxaq uşaqlar, görə 29-da nə deyir bizə? 29. X bərabərdir mənfi 11 olduqda, X bərabər mənfi 11 olduqda, modulda 2 çıxılsın, X üstə gəl 5 bağladıq, böyük modulda bağladıq, ifadəsinin qiymətini tapın. Demək olar, modulda 2 çıxılsın, modulda X-in yerinə mənfi 11 yazırıq, üzərinə gəl 5, kiçik modulu və böyük modulu bağladıq. Bərabərdir, modulda 2 çıxılsın, modulda mənfi 11-in üzərinə 5 gəndə müxtəlif işarəlidir, çıxılır, modulca böyücün işarəsi qalır. Mənfi 6 bağladıq, böyük modulda bağladıq. Modulda 2, mənfi 6-nın modulu müsbət 6 eləyir, qarşıdakı mənfiyə vuranda yenə də mənfi 6 eləyir və bərabərdir. 2-dən də 6 çıxanda mənfi 4 eləyir, mənfi 4-ün də modulu müsbət 4 eləyir, doğru cavab A variantı. Növbətiyə baxaq. 30-cu suala baxın uşaqlar. 30-da deyir ki, hansı ifadə doğrudur? A variantı. Qarşılıqlı sadə ədədlər deyir, sadə ədədlərdir. Heç də elə deyil. Ola bilər uşaqlar, olmaya da bilər. Məsəl üçün 3 və 5-i götürsək qarşılıqlı sadə ədəddir və hər ikisi sadə ədəddir. Amma götürsəm 14 və 15-i, düzdür, bunlar da qarşılıqlı sadədir. Amma heç birisi sadə deyil, mürəkkəbdir. Deməli, ola da bilər, olmaya da bilər. Deməli, A variantı yanlış. B variantıya baxırıq. İki ədədin biri digərinə tam bölünürsə, onların əkobu həmin ədədlərinin kiçiyinə bərabərdir. Xeyr, böyüyünə bərabərdir. Biz bunu qaydalarda demişdik, B-də yanlışdır. C variantı. Rəqəmləri cəmi 3-ə bölünən ədəd 9-a bölünür. Ola da bilər, olmaya da bilər. Məsəl üçün, aşağılar. Götürəm 27. 27-nin rəqəmləri cəmi 3-ə bölünür. Həm də 27 9-a bölünür. Amma götürsəm 15. 15-in rəqəmləri cəmi 3-ə bölünür. Axı 9-a bölünmür. Deməli, ola da bilər, olmaya da bilər. Yanlışdır C variantı. D variantı deyir, 3 ardıcıl natural ədəddən biri 3-ə bölünür. 3 dənə ardıcıl ixtiyari bir natural ədəd götürək. Tutaq ki, 5, 6, 7. Bəli. Ortadakı ədəd 3-ə bölündü. Və yaxud da ki,
13, 14, 15. 13, 14, 15. 3 ardıcıl natural ədəddən biri 3-ə bölünür. Bəli, görürsünüz uşaqlar. Baxın, 15 3-ə bölünür. Və ya başqa birisini götürün. 22, 23, 23, 24. Yenə də üçündən biri bölünür. Heç olmasa biri 3-ə bölünür. Deməli, doğru cavab uşaqlar D variantı olacaq. Amma Y variantına baxsaq, deyir ki, tək ədədlər sadə ədədlərdir. Səhv edir. Ola da bilər, olmaya da bilər. Çünki bütün tək ədədlər sadə ədəd deyil. 2 götürürəm. 2 cüt ədəddir. Amma sadə ədəddir. Deməli, doğru cavabımız uşaqlar D variantı oldu 30'dan. Növbəti 31-ci suala baxaq. Şöyle 31-də nə deyir bizə? 31-ci sual. Deyir ki, n bərabərdir 6, 7, 8, 9 və n bərabərdir 12, 8, 9, 7. Olarsa m və n çoxluqlarının birləşməsini tapın. Hələ ki biz m ilə n-in birləşməsini tapaq. Birləşmədə uşaqlar ortaqları atırıq hər ikisindən. Yerdə qalanları birləşmə kimi götürürük. Yerdə qalanlar nə qaldı? 6, 7, 8, 9, 12. Birləşməsinin sayını soruşur. Yəni n, m ilə n-in birləşməsi bərabərdir. 1, 2, 3, 4, 5 dənə. Birləşmənin sayı olacaq 5. Hə, sayını soruşmur. Sayını 32-də soruşur. Buradan mənə heç nə soruşmur. 6, 7, 8, 9, 12-dir. 6, 7, 8, 9, 12. Doğru cavab A variantıdır. Növbəti 32-ci suala baxaq. 32-də də birləşmədə sadəcə burada sayını soruşur. Baxaq görək elə. 32-ci sual. K bərabərdir 5, 6, 7, 8 və B bərabərdir 6, 7, 8, 9. Birləşməsini tapaq. K birləşmə B. Birləşməsinin elementlərinin sayını soruşur. Yenə də ortaq elementləri atırıq hər ikisindən. Yerdə qaldı 5, 6, 7, 8, 9. Sayını soruşursa n, K ilə B-nin birləşməsi bərabərdir. 1, 2, 3, 4, 5 dənə. Doğru cavabımız olacaq 5, B variantı. Növbətiyə baxırıq 33-cü suala. 33-cü suala baxaq. Şöyle 33-də nə deyir? Deyir ki, 1 kiçik və ya bərabər x kiçikdir 5. Bərabərliyi ödəyən natural ədədlərin hasilini tap. Demək olar, x 1 ilə 5-in arasındadır, amma birinin özü daxil olmalıdır. 1, 2, 3 və 4. 5-in özü daxil deyilsə götürmürük. Yerləşən natural ədədlərin hasilini soruşursa, 1, 2-nin 2, 2, 3-ün 6, 6, 4-ün cavabımız eləyəcək 24. 33-də cavab D variantı. 34-cü suala baxırıq. 34-cü sual. 3,3 vurulsun, 1 tam dövrdə 6 çıxılsın, 2-də 1 ifadəsini sadələşdirin. Demək olar, 3,3-ü düzgün olmayan kəsrə çevirəndə onda 33 eləyir. 1 tam dövrdə 6, 1 tam 9-da 6-dır. Çıxılsın, 2-də 1. Əməllər nə yazıqda? Birinci vurma əməli yerinə yetirilir. 10-da 3-ü vururuq. 1 tam 9-da 6-da düzgün olmayan kəsrə çevirəndə 9, 1-in 9, üstün 6 gələndə 15 eləyir. 15 ilə 10 hər ikisi 5-ə getsə 2 qalır, 5-ə getsə 3 qalır. 33 ilə də 9 3-ə gedir, 3 qalır, 3-ə gedir, 11 qalır. 3 ilə də 3 getdi. Cavab qaldı 2-11. İkinci əməldə vurmadan aldığımız cavab, yəni 2-11-dən çıxacaq neçəni? 2-də 1. Bunun da məxrəcləri bərabər olduğuna görə sadəcə sürətlərin çıxacaq. 11-dən 1 çıxanda 10 qalır. Kəsr xətti də bölmənə vəzilir. Onu da 2-yə böləndə cavab düşür 5-ə bərabər. D variantı 34. Növbətiyə baxırıq. Beşinci suala baxaq görək. Deməli, A bərabərdir 2-də 1, B bərabərdir 0,4-5, C bərabərdir 0,10-dövrdə 6. Şöyle 2-də 1-i 10-luq şəklə çevirməsin. 5-ə vurarıq, 5-ə vurarıq, eləyər 0,5. Bu da 0,4-5 hələ ki saxlayaq, 0,4-6 saxlayaq. Uşaqlar, bu 0,5 sonlu 10-luq kəsirdir. 3 dənə yalancı sıfır atdıq. Burada isə 0 tam təkrarlanan 5'dir. 5'i çox yox, 4 dəfə təkrarladıq.
C-də isə 0 tam dövr eləyən 6-dır. 6-nı 4 dəfə təkrarladıq. Eynidir, tapa bilmədim. Uşaqlar 3-ünü götürürük. 500, 555, 666. Burada da ən böyücü C-dir. C böyükdür B-dən, B də böyükdür A-dan. Və ya A kiçikdir B-dən, B də kiçikdir C-dən. A, B, C doğru cavab Y variantıdır 35-də. Növbətiyə baxırıq. Otuz altıncı suala baxırıq. 36-cı sual. 2-də 7 vurulsun. 1 tam 3'də 1 vurulsun. 4 tam 7'də 5. Yenə də qarşı kəsirləri vurmamışdan qabaq. İlk növbədə bunları düzgün olmayan kəsirə çeviririk. 2-də 7 qaldı olduğu kimi. 3-də 3 1-in 3 üstünə 1 gələndə 4 vurulsun. 7-də 7 4-ün 28 üstünə 5 gələndə 33. 7 ilə 7 gedər, 2 ilə 4 gedər, 2 qalar, 3 ilə 33 gedər, 11 qalar. Məxrəcdə bir şey qalmadı. Sürətdə 2 ilə 11 qaldı. Doğru cavab 22 D variantı. Növbətiyə baxırıq. Yəni 36-cı cavabı D variantıdır uşaqlar. Növbəti 37-ci suala baxırıq. Görək 37 nə deyir bizə? 37-ci sual. 37-də deyir, məxrəci 13 olan ən böyük düzgün kəsirlə ən kiçik düzgün kəsirin hasilini tapın. Demək olar, məxrəci 13 olan ən böyük düzgün kəsir 13-də 12-dir. Məxrəci 13 olan ən kiçik düzgün kəsir isə 13-də 1-dir. Bunların bizdən hasilini soruşursa, burada da ixtisar gedən olmadığına görə 13'ü 13'ə vuranda eləyir 169, 12'ni 1'ə vuranda 12. Yox, əsnad, indi qutarır artıq. 2 dənə sual qalıb. Ondan sonra 8-ci sinifləri izah edirlər. Cavab olur 169'da 12, yəni doğru cavab C variantı. Hüccət. Feyzullah sənsən burada. 38-ci sual. 38-də deyir ki, 0 tam 10'da 2, dövrdə 14 sonsuz dövrə onluq kəsirini adi kəsir şəklində göstərir. Burada uşaqlar dövr edən rəqəmin sayı qədər 9 atırıq. Yəni 2 dənə dövr edən rəqəm var. Dövr etməyən rəqəmin sayı qədər isə 0 atırıq. Bütöv ədədimiz 214-dür. 214-dən çıxırıq dövr etməyəni, yəni 212-ni. Bu da bərabər olur 990-da, 214-dən 2 çıxanda qalır 212. Bunların da hər ikisini 2-yə aparsaq, 990-ı 2-yə böləndə düşür 495 dəfə. 212-ni 2-yə böləndə düşür 106 dəfə. Yəni doğru cavab variantı 495'te 106 C variantı. Keçdik növbəti. 15 dəqiqə, 10 dəqiqədə başlayacağım məsələn. Növbəti 39-cu suala baxırıq uşaqlar. Görək elə. 39-cu sual. Davud buradasan, yoxlayırsan bala. Otuz 9-cu suala baxırıq. Deyir, hər birində 300 qram olmaqla 4 qutu. Uşaqlar, hər birində 300 qram olmaqla 4 qutu. Bu elədir uşaqlar, 4 üçün 1200 qram. Bundan işimiz yoxdur. Sonra deyir ki, və hər birində 600 qram olmaqla bir neçə qutu. Bilmədim neçə qutudur. Cavabını tapmadıq. Və deyir ki, cəmi, başa cavabı bilmədim neçələdir. Bilmirəm neçə qram. Və deyir ki, cəmi 4 kiloqram, bax, cəmi 4 kiloqram, 200 qram konfet alınarsa. 4 kiloqram, 200 qram şalabı qrama çevirəndə bu eləyir 4200 qram. İndi deyir, neçə qutu 600 qramlıq konfet alınır. Uşaqlar, 300 qramlığı bilən 1200 qramdır. Ümumi 4200 qramdırsa, mən 4200-dən çıxıram 1200-ü, qalır 0,003. Deməli 3000 qram eləyir. 3000 qram 600 qramlıqdır. Amma neçə qutu olduğunu tapmaq üçün 3000 qramı bölərəm 600-ə. Bölmədə eyni sayda sıfırlar atsaq, onda biz 30-u 6-ya bölmüş oluruq. Bu da 5 qutu eləyir. Doğru cavab variantı 39-da C variantı. Növbətiyə baxırıq. Səccad yoxlayırsan, Fəthullayev. Sonuncu uşaqlar 40-cı suala baxırıq. 40-cı sualda deyir ki, 4-də 2x çıxılsın 1 bərabərdir 9-da 3x üstə gəl 5.
X-i tapın deyir. Bunu da biz tənasib kimi kənar hədlərin hasili, orta hədlərin hasili. Binyamin özü yaxşı yapar. Kənar hədlərin hasili, orta hədlərin hasili kimi vursaq, onda olacaq 9 vurulsun, 2x çıxılsın 1, 4 vurulsun, 3x üstə gəl 5. 9'u 2x'e 9'u 1'e. 9'u 2x'e vuranda 18x, 9'u 1'e vuranda 9. 4'ü 3x'e 4'ü 5'e. 4'ü 3x'e vuranda 12x, üzerine gəl 4'ü 5'e vuranda 20. İndi uşaqlar 18x yerində 12x'i atsam sola çıxılsın 12x. 20 yerində mənfi 9'u atsam sağ tərəfə müsbət 9 olur. 18x-dən 12x çıxanda qalır 6x. 20'nin üzerine 9 yanında elir 29 və x'in yanındakini atsaq məxrəcə 6'da 29. 6'da 29 da düzgün olmayan kəsirdir. Çevirsək qarşı qədədə 29'u 6'ya bölündə 4 dəfə düşür 24 və 29'da neçə addım qalır? 5 addım. Yəni doğru cavab 40'da B variantıdır. Bu qədər sonra.